Salam əziz həmvətənlərimiz, bugün 31 mart 2026-cı il. Arhedi Az İnformasiya Agentliyi harda? Moskva şəhərində həmvətənlərimizi qəlbdən salamlayırıq. Təbii ki, Azərbaycan dövlətimizlə fəxr etməliyik. Azərbaycan dövlətinin vətəndaşı olaraq mən Azərbaycanlıyam bu ifadəsi çox böyük bir ifadədir. Dahi Ulu Öndər Heydər Əliyev sözüdür. Mən Azərbaycanlıyam. İnsana qürur hissi yaşadır. Bəli, Azərbaycan Respublikamız hüquqi demokratik bir dövlətdə yaşayaraq, Azərbaycan Respublikamızın hüquq mühafizə orqanları yüksək səviyyədə bugün dövlətinə və xalqına, millətinə qayğı xidmət göstərir. Məmməd müəllim, siz Azərbaycan Respublikasının baş prokurorluğunun əməkdaşı, polkovnik olaraq, hüquqşünas olaraq, baş prokurorluğun əməkdaşı olaraq mənə maraqlıdır ki, və bizi izləyən şəxslərə də maraqlıdır ki, həmvətənlərimizə baş prokurorluğun fəaliyyəti haqqında qısa olaraq fikir bildirərsiniz. Çox böyük şərəfdir mənə. 1993-cü ildə Əbədi Yaşar prezidentimiz, Ulu Öndərimiz hakimiyyətə gələndən sonra 96-98-ci illərdə ilk qərarı əsassız yoxlamalarla bağlı prokurorluğun fəaliyyətində dəyişiklik etdi. Bu dünya standartlarına uyğun idi. Amma yəni böyük 30 ilə yaxın peşə prokurorluq yolu keçmiş bir polkovnik kimi, bir prokurorluğun üzvü olan ziyalısı kimi mən deyə bilərəm ki, deməli, Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev təyin olunandan sonra prokurorluqda bir humanistlik, bir şəffaflik, bir müdriklik, bir bərabərlik, başlıcası bir ziyalılıq hökm sürür. Bugün Azərbaycan prokurorluğu idarəçiliyi peşəkar hüquqşünasların əlindədir. Mən qürur hissi duyuram ki, o idarənin adından Moskva şəhərində danışıram. Mən çox səmimiyyətlə deyə bilərdim ki, Azərbaycan prokurorluğuna Ulu Öndər verdiyi qiymətdə deyirdi. Mən prokurorluğa inanıram, güvənirəm, arxalanıram. Bugün Kamran müəllimin, cənab prezidentin tapşırıqlarını yerinə yetirməklə bərabər onun idarə elədiyi bu ordunun üzvü olduğum üçün qürur hissi keçirirəm. Bilirsiniz, çox gözəl vurguladınız. Həqiqətən də Azərbaycan Respublikasının prokuror əməkdaşları peşəkarlıqla bugün fəaliyyət göstərir, xidmət göstərir. Azərbaycan Respublikasının baş prokurorluğu qəbul şöbəsi. Bilirsiniz nə tərdir? Qəbul şöbəsinə vətəndaş aparmışam, hüquqi yardım göstərirdim. Deməli, saat 6-nın yarısı baş prokurorluğun qəbul şöbəsinə daxil olduğu vətəndaşlar və vətəndaşı yönətdilər lazımı olan prokurorluğa. Biz oradan çıxanda saat 8-in yarısı idi. İş bitmişdi. Ancaq prokurorluq fəaliyyət göstərirdi. Vətəndaş oradan çıxanda öz sevincini, öz ürək sözlərini mənə bildirərək söylədi ki, prokurorluq nə cür xidmət aparır, nə gözəl xidmət aparır. Hətta prokuror əməkdaşı vətəndaşa demişdi ki, sənin vəkilin də bizik. Görün, böyük bir mənadır. Bilirsiniz nətərdir? Təbii ki, Azərbaycan dövləti və hüquq mühafizə orqanları əməkdaşları bu gün də cinayətkarlara qarşı böyük mübarizə aparır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yüksək səviyyədə Azərbaycan polisinin xidməti var. Bu danılmaz bir faktdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan dövlətinin onurğu sütunudur. Gecə-gündüz Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları xidmət aparır. Görünməyən cəbhədə onların xidməti alçaltmaz. Bəli, görünməyən cəbhə var və xidmət yüksək səviyyədə aparılır. Kim üçün aparılır? Azərbaycan dövləti üçün aparılır. Bugün Azərbaycan dövləti şükürlər olsun ki, azad olunan torpaqlarda hüquq mühafizə orqanlarının böyük fəaliyyəti vardır. Və azad olunan torpaqlarda sakinlər orada gidib yaşayaraq rahat. 2 gün öncə Dövlət Təhlükəsizlik Xidmətinin peşə bayramını sizlə bir yerdə təbrik edərkən çox böyük qürur hissi keçirdim. Niyə görə? Çünki Moskva şəhərindən Dövlət Təhlükəsizlik Xidmətinin peşə bayramını təbrik eləmək bizə qismət oldu.
Bəli. Azərbaycan dövlətinə xidmət edirik. Bəli, bilirsiniz, ona görə Allah Azərbaycan dövlətini qorusun və xalqı qorusun. Biz həqiqətən Moskva olmasın, xaricdə olanda da hər zaman Azərbaycan dövləti ilə, dövləti ilə fəxr edirik. Mən Azərbaycan Respublikası ARHD Az İnformasiya Agentliyinin bir rəhbəri olaraq, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru olaraq Avropa Parlamentində də, Avropa İnsan Haqları Məhkəməsində də, AŞQA-da da mən bunu fəxrlə söyləmişəm ki, Azərbaycan dövləti hüquqi dövlətdir. Azərbaycan Respublikamızın hüquq mühafizə orqanları, əməkdaşları yüksək səviyyədə xalqına, dövlətinə, millətinə sadaqətlə xidmət edir. Biz dillə demirik, qəlbimizdən çıxan ifadələrimizi işlədirik, faktlara söykənərək işlədirik. Radikal müxalifətin sözlərinə uymalı deyilik. Bəli, biz şuurlu xalqıq. 21-ci əsr olmağına baxmayaraq Azərbaycan xalqı hər zaman şuurlu xalq olaraq öz düşüncəsi ilə, öz fikri ilə həmişə irəli gedir. Nə üçün ki, 1993-cü ildə dahi Ulu Öndər Heydər Əliyevimiz Azərbaycanın xilaskarı olaraq xilas edərək və onun da bugün davamçısı, siyasətin davamçısı İlham Əliyev Heydərov. Gəlin, əziz Azərbaycan xalqı, əziz həmvətənləri, hansı ölkədə yaşamağımıza baxmayaraq, Azərbaycanda, xaricdə Azərbaycan dövlətimizin, dövlətçiliyimizin, bizim namus qeyrətimiz Azərbaycan dövlətinin prezidenti İlham Əliyev Heydərov. Gəlin, hamımızla Azərbaycan dövlətimizi qoruyaq. Eşq olsun Azərbaycan dövləti. Azərbaycan Baş Prokurorluğunun xidməti dünyavi çərçivədə, dünyavi tədbirlərdə özünü göstərməkdədir. Möhtərəm Prezidentimizin göstərişi ilə, möhtərəm Prezidentimin dəstəyi ilə Azərbaycan Respublikasında bir neçə dünyavi tədbirlər keçirilir. Azərbaycan Prokurorluğunun rəhbərliyi, başda General Polkovnik Kamran Əliyev olmaqla 70-ə yaxın xarici dövlətin baş prokurorlarını, məhkəmə sədrlərini qəbul edir. Bugün Azərbaycan Prokurorluğu xarici siyasəti, daxili siyasəti ilə bir vəhdət təşkil edir. Mən qürur hissi keçirirəm ki, Moskva şəhərindən Azərbaycan Prokurorluğunun, polkovnik kimi ürək sözlərimi çatdıra bildim. Həm də ARHD Az İnformasiya Agentliyinin üzr istəyirəm, bir gözəl nümayəndəsi olaraq, bəli, sədr müavini olaraq biz Moskva şəhərindəyik. Qoy Allah Azərbaycan dövlətini, xalqını qorusun. Azərbaycan dövlətinə xidmət edirik.